Yalancı peyğəmbərlərdən ehtiyatlı olun. Onlar sizin yanınıza quzu cildində gəlir, lakin içəridə yırtıcı canavarlardır. Elm fikir vermisənsə, son zamanlar maarifçi və influencerlər ortalığı bürüyüb. Amma məsələ ondadır ki, bu həmin maarifçilərə özlərinə təlim və maarifçilik lazımdır. Nə fikirləşirsən bu barədə? Ümumiyyətlə Fəthim, mənə görə maarifçilik, yəni əgər bir insan subyektiv olaraq öz fikirlərinə qarşı əks arqumentlər oxumursa və yaxud da istifadə eləmirsə, mənə görə bu artıq onun bilgisi yox, inancı halına dönüşmüş olur. Çünki bilgi dediyimiz anlayışı tərifinə baxsaq, Platon misal üçün bilgini hansı formada ifadə edirdi? Deyirdi ki, bilgi əsaslandırılmış doğru inancdır. Və əsaslandırma bir tərəfi ola bilməz. Yəni mütləq şəkildə sən özünə əks olan arqumentləri oxumalısan. Və əgər sən özünə əks olan arqumentləri oxumursansa, demək sadəcə bir tərəfli yanaşırsansa, demək ki, bu bilgi yox, sadəcə müəyyən bir mövzuya inanırsan və həmin inandığın mövzu ətrafında da fikirləri səsləndirirsən. Yəni məncə hal-hazırda ümumiyyətlə bu maarifçilər, yəni maarifçi kimi görünən zahirlərdə daha doğrusu bunları maarifçilərdən ayıran nədir? Niyə bunları maarifçi yox, cahil deyirik? Buna biraz toxunmaq olar aslında. Misal üçün, bu mövzuda mənə görə ən yaxşı nümunəni İncildə keçir və İncildəki nümunəni göstərmək olar. Mattanın yəni 7-ci babda, 16-cı bənddə bu cür ifadə keçir ki, indi tam əzbər bilmirəm təbii ki, adamlar yalan deyəcəm. Sizdən sonra, yəni məndən sonra gələn peyğəmbərlər yalancı peyğəmbərlərdir və onlara inanmayın. Çünki onlar quzu cildində gəlmiş canavarlardır. Burada təbii ki, bu sözü bir çox mənaya yozmaq olar və mənim ən azından bu mövzuya əlaqələndirdiyim məqam nədir? Misal üçün, bu insanlar maarifçi kimi özlərini təqdim edirlər və yaxud da araşdırması olaraq özlərini təqdim edirlər, amma ki, əslində bildikləri mövzunu və yaxud da ümumiyyətcə ya bildikləri mövzunu yaxşı çatdıra bilmirlər, ya da ümumiyyətlə adamların nəyi çatdırmaq istədiyindən xəbərləri yoxdur. Və bir növ oradakı ifadəni deyirəm də, yəni quzu cildində, yəni sanki onlar quzudurlar, belə deyək də, yəni çatdırmaq istədikləri bilgidir. Əslində onlar elmi yayırlar, amma digər ki, bu arada bunun yəni bilərəkdən və bilməyərəkdən fərqi yoxdur. Yəni məsələn, biri var, bir insan bilərəkdən yanlış məlumat ötürür və yaxud da ötürdüyünü bilmir. Bunlar belə deyək də, bəli, bunlar da tam olaraq maarifçi deyil, amma ən azından onlar öz xətalarını anlamalıdırlar. Yox, əgər bunu bilərəkdən edirlərsə, bu artıq cahillikdən daha çox bir qədər də idarə edilmiş bir saxtakarlığa oxşayır mənə görə. Əslində elmən bu fenomen təzə deyil. Biz tarixə baxsaq, əsasda qədim Yunanistana bu tip maarifçilər var idilər. Onlar adı sofistlər idi. Sofistlər əsl bilgi yerinə saxtalaşdırılmış bilgi ötürürlər insanlara. Saxtalaşdırılmış bilgi tam olaraq qəribədir. Yəni özləri bilginin mahiyyətindən xəbərdar deyil idilər. Sadəcə gözəl danışmağa insanlara özləri də gözəl danışırdılar və insanlara gözəl danışmağa təbliğ edirdilər və bilgi adı ilə bunu edirlər. Yəni belə deyək də, sofistlərin məqsədi həqiqət axtarışı deyil idi. Sadəcə gözəl sözlər satmaq idi. Və buna dair maraqlı bir hekayə var. Platonun Protagor dialoqunda Sokratla bir gəncin arasında olur. Bir gün Hipokrat adlı gənc tələsə-tələsə gəlir Sokratın evinə, gecə vaxtı qapısını döyür ki, bəs Sokrat, bizim şəhərə çox müdrik insan gəlibdir. Biz gedib ondan belə deyək, müdrikliyi öyrənməliyik. Sokrat da məsələni başa düşür və Hipokratın gözünü açmaq istəyir. Deyir, getməmişdən qabaq biraz gəl həyətdə gəzək və Sokrat ona sual verir ki, bəs Hipokrat, sən ondan nə öyrənəsən? Yəni, özün bilirsən. Hipokrat biraz düşünür, deyir, tam bilmirəm də, nə öyrənəcəm. Deyir, yaxşı, bəs həkimdən həkimlik, ustalığı da ustalıqdan öyrənmirlər. Hipokrat da biraz düşünür və cavab verir ki, mən ondan yaxşı danışmağı öyrənəcəm, fəsahətli danışmağı. Sokrat deyir, əla, yaxşı danışmaq superdir. Amma sənin o həmin danışan adam nə danışdığını bilir. Hipokrat yenə cavab verə bilmir və Sokrat ona məsləhət olaraq deyir ki, bax, gənclərimizin də köklü problemi budur ki, yaxşı danışığa allanırlar, amma o danışanın nə danışdığını bilmirlər və hətta danışan da bilmir nə danışır. Əslində çox maraqlı dialoqdur, həqiqətən eradan əvvəl yazılmış dialoqdur, amma günümüzün əslində bu yəni əvvəldə ifadə səsləndirdi, o freelancer var, daha sonra influencerlər, onların o bir növəsində etdikləri də burada, yəni sofistik
ifadələr və ya sofistik yanaşmada, yəni mən nəyi deyirəm, nəyi çatdırmaq istəyirəm, sən demiş, ya özləri bilmirlər, ya da ümumiyyətlə belə bu onlara maraqlı deyil. Əsas o görüntüdür və bir növ səlislikdir. Elvin, bir də həmin o sənin sözü və Qüvvət, Sokrat həmin belə deyək də bu maarifçiləri səyyar tacirlərə oxşadırlar. Deyirlər ki, səyyar tacirlər özləri nə satdığı malı bilmirlər və bizim doğru dildə desək malı itələyirlər də. Eynilə onlara bənzədir. Yəni onlar mahiyyətinə varmırlar. Bilgi əslində nədir? Yəni onlar üçün əslində satdıqlarının nə olması önəmi yoxdur. Önəmli olan malın satılması. Bəli. Şimdi bir deyim, əslində məsələn Platonun tək bu mövzuda yox, yəni ümumi olaraq yazıları əslində günümüzün reallıqlarına kifayət qədər üst-üstə düşür. Və burada məsələn çox önəmli nüanslar var da. Məsələn sofistlər həmçinin nədir? Bu yöndən də əlavə sofistlər əslində bilgini satmaq deyil də bir növ üstünlük qazanmaqda, belə deyək, bir müzakirədə və ya da bir ortamda və bu belə deyək, sofistləri influencerlərin əslində bu arada sofistlər daha yaxşıdır nəinki influencerlər, yəni bu öz yerində. Yəni biz o influencerləri sofistə deyə bilmərik əslində məncə. Amma yəni eynən. Məsələn burada çox maraqlı bir nüans var da ümumiyyətcə. Məncə məsələn influencerlərə niyə maarifçi kimi görünən cahillər deyirik də, yəni söhbətin əvvəlində dedim mən. Niyə məsələn onlar maarifçi deyil də və cahil də deyil. Maarifçi kimi görünən cahillər. Bu çox önəmli bir bölümdür. Buna görə məncə maarifçi nədir, cahil nədir, fəlsəfi olaraq belə deyək, müəyyən bir yanaşma eləsək və yaxud da ifadələrin nə olduğunu aydınlaşdırsaq, çünki bu çox önəmlidir. Mən adicə özüm də görürsən də videolarda, yəni hansısa müzakirələrdə insanlar bir mövzu qoyur, mövzu üzərində müzakirə edirlər, söhbət edirlər, arqument səsləndirirlər. Amma şurasıdır ki, mövzunun nə olduğunu aydınlaşdırmırlar. Yəni bu çox önəmlidir. Təməl yoxdur. Təməl yoxdur. Bəli. Niyə görə? Çünki ola bilər ki, misal üçün sənin maarifçi kimi görünən cahil anlayışından mənim maarifçi kimi görünən cahil anlayışım tam fərqlidir. Və biz eyni anlayışı tənqid edirik, amma tam fərqli şəxsləri, fərqli kimliklər arasında tənqid edirik. Buna görə məncə aydınlaşdırmaq lazımdır. Maarifçilər kimlərdir? Buna görə mən də xırda bir maarifçi tərifi versəm daha yaxşı olar. Bəli, daha məqsəd uyğundur. Eynən. Misal üçün, mənə görə maarifçi kimdir? Mənə görə yoxdur, məsələn, belə deyək də, qəbul olunanlara görə maarifçi kimdir? Bir, satdığını bilən və yaxud da, belə deyək, izah edədiyini, ötürdüyünü bilən. Yəni, misal üçün, mən nə satıram insanlara? Bunu sən özün bilirsənmi? Çünki sən özün bilmədən sən bunu necə satıra bilərsən? Düşün ki, biz söhbət edirik, amma əslində söhbətin nədən getdiyini bilmirik. Ziyanın xeyrin bilməliyik. Mütləq şəkildə belə. Ziyanın xeyrindən əvvəl birinci nə olduğunu bilməliyik və daha sonra mən bunu niyə ötürürəm? Yəni, misal üçün, bu insanlara nəyə lazımdır? Və ya da birinci, bu mənə nə verir? Misal üçün, bu gün qaydaq keçmişəm misal üçün, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Məmməd Əmin Rəsulzadə və s. çoxlu sayma olur Azərbaycanda kifayət qədərdir. Bu şəxslər müəyyən bir addımlar atıblar. İstəyir jurnalistika sahəsində, istəyir mətbuat sahəsində, istəyir nə bilim yaradıcılıq sahəsində və ya üzey razbədən götürür, musiqi sahəsində kifayət qədər addımlar atır. Amma əgər bu adamlar bilməsəydi ki, mən nə edirəm və yaxud da bilməsəydi ki, mən bunu niyə edirəm? Bu suala cavab verməsəydi, etdiklərinin əslində hazırki qədər qiyməti olmazdı məncə. Çünki hazırki hala gəlib çıxmazdı məncə. İkincisi olaraq birincisi, maarifçi nə satdığını bilməlidir. 2, niyə satdığını bilməlidir. 3, öz satdığına dair əks argumentləri də bilməlidir. Hansı ki, mən bayaq sənin söhbətindən dedim axı. Obyektivlik. Obyektivlik, bəli. Obyektivlik çox önəmlidir. Misal üçün, mən bir fikir səsləndirirəm. Əgər şərhləri bağlayım da, misal üçün, indi 21-ci əsrin maarifçilərindən danışaq. Yəni, mən Shakespeare kimi oturub, nə bilim, kitab yazmaq və yaxud da Cəlil Məmmədquluzadə kimi Sovet dövrünün təqiblərinə məruz qalmaq kimi bir halda deyiləm. Mən oturub, misal üçün, bir video çəkib də maarifçilik missiyasını yerinə yetirə bilərəm və bu missiya üçün önəmli olanlardan biri də mən bunu deyirəm ki, şərhləri açıq qoymaq lazımdır. Yəni, bəli, mən bir fikir səsləndirdim. Yəni, maarifçi demək deyil də, o səhvsiz insandır, ideal insandır, məsumdur, belə bir anlayış yox. Bir də özü də yəni öyrənir də, özü maarifləndirəndə. Özünü də çox elədir. Özünü də kəşf eləyir. Kəşf eləyir, beləsinə. Misal üçün, mən bu mövzunu bu cür bilirdim. Amma tutaq ki, mənə deyən şərhlərdən əslində bu mövzuya fərqli yanaşa biləcəyimi də gördüyüm anlar olur, belə deyək. Buna görə də şərhlər çox önəmlidir. Mən misal üçün,
bu gün kifayət qədər insanda görürəm ki, ya şərhləri bağlayır, ya da ümumiyyətlə şərhlərə mənfi gələn şərhləri elə reaksiya verirlər ki, adam ya ümumiyyətlə həmin kanalı silir, yəni bir daha izləməsin deyə. Çünki sən əgər əks fikri, burada da önəmli nüans var ki, sən əks fikri niyə bildirirsən? Yəni sırf ona qarşı nifrətin varsa, bu ayrı məsələdir. Qəsdi qərəzli. Qəsdi qərəzli eyni. Yox, əgər sırf inkişaf naminə, sırf belə deyək də, hansısa bilginin düzəldilməsi naminə əgər eləyirsənsə, bu okeydir məncə. Yəni buna normal şəkildə ya tənqidi qəbul elə, ya da ki, qəbul eləmə, əks fikir bildir. Onu normal şəkildə bildir. Əslində maraqlı bir nüansa toxundun. Yəni mən də fikir verirəm ki, şərhlərdə həm videonu çəkən, həm videonu baxan çox bəzən belə deyək də cavablar emosional olur, təsdiqləyici olur. Yəni bəzən biz belə deyək də emosiyalarımız, bəzən yox, çox var əslində emosiyalarımızı kənara qoyub belə deyək də yaxşı mənada cavab verməliyik şərhlərə. Sözü kəsilməsinə həmişə qoymalıyıq, yoxsa da biz insan da, biz robot deyilik. Əlbəttə, o ChatGPT deyilik də, belə deyək, tam bir sistemləşdirilmiş ya bacardığımız qədər, yəni bacardığımız qədər, bəli, ideal insana yaxın insan, emosiyalarını saxlayan insan. Bilirsən necə? Yəni emosiyanın şiddəti də var da. Elə insanlar var ki, yəni reaksiyası çox şiddətlidir. Yəni qəzəb, kin, küdurət, yəni bu adam yəni nəhayətində səni tanımadığı insanda video çəkibdir. Yəni maraqlı bir şərh bildir, amma yəni söyüş, təhqir o, yəni öz yerində. Adi misal üçün niyə zor geliyor son gördüyümüz hadisələrdə misal üçün xanımın efirdə fikir səsləndirməsi. Okey, səhv eləmirsən. Amma ən azından bu tənqidlərdən sonra sıxı üzr istəyirlərdi. Amma sən daha da belə deyək də vəziyyəti qızışdırıb, daha da öz fikri müdafiə eləməyə çalışırsansa, bu artıq maarifçi insana yaraşmış zid xüsusiyyətlərdir. Bəli, və onsuz da o insana maarifçi demək olmur. Amma bu hadisələrdən sonra ümumiyyətlə də o maarifçiliyin yanından da keçə bilmir. Qapalı düşüncəliyin göstəricisidir. Yəni insan özünü belə deyək, yuxarıdan baxa bilmirsə, yaxşı mənada, yəni özünü seyr edə bilmirsə, onda insan inkişaf edə bilməz mənə görə. Elvin, sən belə başa düşdüm, nəzəriyyə toxundun, yəni maarifçi kimdir? Mən də istəyirsən praktiki tərəfinə baxaq. Olar mı? Olur. Maarifçilərin praktiki tərəfi mənə görə ilk öncə odur ki, maarifçi öz sferasında dərin biliklərə sahib olmalıdır və sən demiş, ötürdüyü informasiyanın mahiyyətinə varmalıdır. Çünki mənə görə informasiya bir məsuliyyətdir və biz insanlara belə deyək, qapalı düşüncəli yox, açıq düşüncəli təbliğ eləməliyik. Bir də burada çox önəmli bir nüans var. Çünki biz burada bilgi satan şəxsləri qınayırıq. Amma burada çox önəmli bir nüans var. Kütlə də çox əslində önəmli bir faktordur. Misal üçün, mən bəzən şərhlərdə görürəm. Kimlərin şərhini görürəm, onu yəqin ki, söhbət edərik daha sonraki hissədə. Misal üçün, bir nəfər bir fikir deyir və kimsə altına şərh yazır ki, sən filan yerdə səhv yazmısan. Normalda adam fikrini bildirir və başqa bir izləyici ona cavab yazır. Sən gedələn onun üçün video çək gələrsən. Və yaxud da sən kimsən ki, misal üçün həmin insanın cavabı seçirsən. Bu önəmli deyildir. Yəni burada bir növ fəlsəfədə ad hominem xətası var. Yəni şəxsiyyət xətası. Misal üçün filan kəs Cəlal Şəngördür. Sən onun necə səhvini tuta bilərsən. Okey, bəli, Cəlal Şəngör ciddi insandır, ciddi alimdir, amma məncə onun dediyinə bir əks fikir deyirəmsə və bu fikri bir araşdır da, bəlkə yəni mən bəlkə söyüşəmişəm Cəlal Şəngördə. Azdan fikrə baxıb analiz eləməyə daha düzgün yanaşmalıdır. Biraz kütlədən bir problem. O da yenə qapalı düşüncəliyin göstərisi. Bir də burada maraqlı bir paradoks yaranır. Çünki məsəl üçün o insanlar ki, bilgini müdafiə edirlər, nəhayətində özləri bir belə deyək də barbar, inanclı şəxslər kimi davranırlar. Hə, çünki yəni sən kimsən ki, Cəlal Şəngörü tənqid edə bilərsən, inkişaf burada başlayır, tənqidlə başlayır. Yəni Cəlal Şəngörün səhvsiz olması belə bir qayda yoxdur və mən ona fikir bildirməyəm, əslində normal bir şey. Bizdə biraz yanaşma bir qədər sərtdir. Yəni bizə çox belə deyək, böyüdürük insanları, şəxsiyyət çox böyüdürük. Bu biraz bəlkə də bizim Sovet dövründən gəlməyimizin təsiri ola bilər, o şəxsiyyətin yəni orada Stalinin şəxsiyyətləşdirilməsi və yaxud da nə bilim orada Leninin, Stalinin şəxsiyyətləşdirilməsi mövzuları var ki, yəni biz o kimisə şəxsləşdirmək, kimisə sanki bir güvən zir axtarır. Mən bilmirəm, falan kəs bilir amma, yəni falan kəsə yəni söz deyə bilməzsən. Yəni özüm düşünmək istəmirəm də, onun düşündüklərini deyim, bəsdir, kifayət edir. O George Orwell'da bir ifadə var ya. Böyük qardaş ifadəsi. Bir o şəxsləri böyük qardaş kimi baxırlar deyə. Sən böyük qardaşa söz deyə bilməzsən. Yəni.
Birinci məsələyə toxundu. İkinci məsələ maarifçilərin obyektivlik məsələsi. Maarifçi belə deyək, son dərəcədə obyektiv olmalıdır. Biz yenə onu müzakirə edib belə deyim də, əlbəttə ki, insanın 100% obyektiv olması mənə görə mümkünsüzdür, qeyri-mümkündür. Amma sən bacardığın qədər olmalısan. Sənin dediyin söz və qüvvət, yəni mən bir şeyi qəsdi qərəzliyimə görə ancaq onun əleyhinə yazılan şeylərə baxıb sonra onu video çəkmək mənə görə biraz absurddur. Yəni mən əleyhinə baxıb çıxarış eləməliyəm, doğru məntiqlə eləməliyəm. Yox, mənim qəsdi qərəzim var, mən emosiyalarıma qapılıram. Bu yəni maarifçiyə heç yaraşmayan bir məsələdir. Yəni heç onun xüsusiyyəti də deyil. Yəni maarifçi bu obyektivliyi bacardığı qədər qorumalıdır mənə görə. Misal üçün, eyni anlayışı elmin özündə də görə bilərik əslində. Yəni elmdə obyektivlik qorunur, amma misal üçün, tutaq ki, Einstein bir nəzəriyyə ortaya atır və bu nəzəriyyənin tənqid olunması bir qədər problemli hala gəlir. Necə? Misal üçün, əgər həmin dövrün fiziksənsə, sənin ortaya atdığın bütün nəzəriyyələr və iddialar Einsteinin nəzəriyyəsinin üzərində olmalıdır. Və sən əgər Einstein nəzəriyyəsini tənqid edirsənsə, avtomatik olaraq artıq sən yanlış qismində görülürsən. O vaxtadan ki, artıq sən öz nəzəriyyəvi sübut edirsən, artıq testlərlə təsdiqlər, bundan sonra tutaq ki, misal üçün deyirəm Einstein. Einstein çıxıb deyir ki, və yaxud da alimlər deyir ki, Einstein nəzəriyyəsini artıq bir kənara buraxmalıyıq, çünki o nəzəriyyə artıq bizim suallarımıza cavab vermir. Yəni, misal üçün, elmdə bizim bildiyimizdə belə ən obyektiv vasitə elmdir, amma elmin özündə belə elm insan olduğu üçün bir nöqtədə o obyektivliyi bir növ itirə bilir. Misal üçün, buna ən yaxşı Plakatos öz kitabında vurğulayır ki, misal üçün, bir elm insanının nəzəriyyəsində problem yarananda o nəzəriyyəni avtomatik olaraq kənara buraxmır. Başlayır ki, burada əslində filan şey olmalıdır. Mən bu filan şey əslində mənə cavab verə bilər. Sonra axtarır ki, yox, bu da olmalıdır. Kənara buraxırmı nəzəriyyəsini? Xeyr. Başqa bir səbəb tapır və bu da əslində nədən qaynaqlanır? Elmin insanın əlində olduğu üçün o insan xüsusiyyətlərindən bir növ birləşir. Yəni elm, yenə deyirəm də, bu bir süni intellekt deyil ki, yəni süni intellekt deyirsən ki, tamam, mən səhvəm üzrə sahib. Bu insan da özünə sığışdırmır bir növ. Bir növ vermir. Yəni demək istəyirsən ki, misal üçün gərək insan Einsteinin nəzəriyyəsindən daha mükəmməl bir nəzəriyyə ortaya çıxartsın ki, tənqid eləsin də. Yəni mən düz başa düşdüm. Əslində aşağı yuxarı bunu dedim, amma bu belə deyək də yanlış anlaşıla bilər məncə. Yox, Einstein nəzəriyyəsindən yaxşısı gəlməmiş də əslində tənqid eləmək olar. Yəni, əgər düzgün tənqid edirsənsə, yerində tənqid edirsənsə, sənin cavabın olmaya bilər. Misal üçün də, tutaq ki, kainatın yaranmasına bu dəqiqə ən yaxşı əlimizdə olan vasitədən biri nədir? Big Bang-da belə deyək, böyük partlayışdır. Amma bu gün Big Bang-ın özünün belə tənqidi var da, əslində, düzdürmü? Amma o demək deyir ki, biz bu gün Big Bang-ı bir kənara atıb və başqa bir cavab tapmalıyıq. Bunu eləməliyimi? Eləmək olar aslında. Misal üçün, yenə deyirəm, düzgün yerində tənqid edirsənsə, okey. Misal üçün, təkəmmül nəzəriyyəsinə qarşı da ciddi tənqidlər var, amma akademik səviyyədə təbii ki. Yəni, belə başa düşdüm ki, yəni insan Einstein tənqid edirsə, ən az onun kimi akademik biliklərə sahib olmalı. Ən az onun qədər bilər. Ən azı. Üçüncü, məncə, maarifçi praktikada nə etməlidir? Bu qısa toxunacam buna. Maarifçi üç belə deyək, boyutdan cəmiyyətə də, yəni maarifləndirici cəmiyyətə təbii ki, xalqa baxmalıdır. Birinci içdən baxmalıdır, yəni xalqın içində olmalıdır ki, xalqın keyfiyyətini, xalqın belə deyək, problemi, çatışmazlıqlarını görə bilsin onun səviyyəsində. İkinci məsələ, yuxarıdan baxmalıdır, yaxşı mənada yuxarıdan baxmalıdır ki, xalqın belə deyək də içindən çıxıb onun daha yaxşı olmasına və onun potensialına baxmalıdır. Üçüncü məsələ isə uzaqdan baxmalıdır, bir qonşu kimi, yəni məsəl üçün digər cəmiyyətlərə də baxmalıdır. Cəmiyyətlərdə universal yaxşı xüsusiyyətlər varsa, onu öz cəmiyyətinə tətbiq eləməlidir. Bir qonşu kimi də pis xüsusiyyətlərdən qorumalı maksimal dərəcədə. Yəni budur, üç xüsusiyyət, yəni praktikada işlənməlidir. Yəni elm bu qədər. Praktikada bu, məncə, belə deyək də, instrumentlərdən doğruca desə istifadə eləməlidir maarifçilər. Burada çox önəmlidir bir nüans var. Orada sən vurğuladan maarifçi xalqın içindən olmalıdır. Bu çox önəmlidir. Misal üçün deyir ki, mən maarifçiyəm, elmi, fəlsəfi biliklərim var. Amma xalq tutaq ki, kütlə bunu anlamır. Mən məcburam ki, ən azından kütləyə anladığı dildən bunu izah edeyim. Yəni, mən oturub burada belə deyək də, hansısa
fəlsəfi terminlər və yaxud da elmi düsturlardan danışsan, kütlə onsuz da bunu anlamayacaq. Və yaxud da belə deyək də, işte, mən buna görə əslində maarifçi kimi görünən cahillər ifadəsini istifadə etməyə daha çox xoşlayıram. Çünki bu adamlar oradan-buradan oxuduqları elmi terminləri, düsturları kütləyə çatdırır və kütlə də bunların o filankəs əjdahalı falan Gözəl sözlər var. gözəl sözə bayaq dediyim o sofistliyə aldanırlar. Çox zaman şərhlərdə böyük ehtimal ki, sən də görürsən, yazırlar ki, mövzuna əlaqəsiz. Səsin çox qəşəngdir. Sən psixoloq ola bilərsən. Yəni psixoloqluğu səslə, nə bilim, o məlahətli, sofistik cümlələrdə bir-iki dənə elmi, fəlsəfi termin istifadə eləməkdə görürlər. Halbuki bu deyil də, yəni. Misal üçün, mən 0 elmi termin istifadə edərək, amma cəmiyyətə faydalı və cəmiyyətə öyrədici bilgilər çatdıra bilərəm. Bilirsən, bu da var. Bir də bir məsələ var ki, o cəmiyyətin iç məsələsi də. Bəzi maarifçilər var, maarifçi də olmasa məsələn gənclər var ki, digər cəmiyyətlərin xüsusiyyətlərin öz cəmiyyətinə tətbiq eləmək istəyir zorba. Yəni ki, o sən demişsən, bir-iki dənə kitab oxuyur və başlayır cəmiyyətin başa düşmür dilin. Yəni və başqa məsəl üçün ingilisə xas olan şeyi başlayır tətbiq eləməyə Azərbaycanda. Bu yəni absurddur. Bu yəni dəyişilməyəcək. Çünki onun xüsusiyyəti sən başqa metodologiyadan istifadə etməlisən. Yəni cəmiyyətin sən demiş başa düşən tərzlər. Buna görə də məncə çox önəmlidir ümumiyyətcə. Azərbaycan maarifçiləri mütləq şəkildə oxunmalıdır. Zəlmi Məfruzadə olsun, bayaq saydığım şəxslər mütləq şəkildə oxunmalıdır. Çünki bu insanlar sən demiş, cəmiyyətin içində olublar, cəmiyyətə yuxarıdan baxıblar. Niyə görə deyirəm? Çünki sən Sabirin şeirlərini bu gün də oxusan, əslində nə qədər bu gün üçün olduğunu görəcəksən. Halbuki bu gün üçün deyildi o şeylər. O şeylər öz dövrü üçün idi, amma indiki dövrdə bu şeyləri oxusan, görəcəksən ki, belə aktualdır bu şeylər. Və ya Cəlmi Məfruzadənin Post qüssəsini oxuyursan, oradakı Novruzəlilər əslində hələ də Azərbaycan hansısa bir kənd ucqarlarında qalır. Düzdür, post satınırlar, amma misal üçün o insanlar sosial şəbəkələrdən istifadə edə bilmirlər. Maraqlı. Elmin, məncə belə deyək, gündəmdə olan müasir belə deyək də maarifçilərdən nümunə gətirsək, mövzu daha yaxşı başa düşülər. Sənin hər hansı bir Anlaşılır olur. Anlaşılır olur. Bunu bəzən çox yanlış anlayırlar. Misal üçün, kiməsə cavab verirsən, məndə çox olub da, misal üçün, Azərbaycandan və yaxud da yeni dilində bayaq çalışına görə cavab verirsən, avtomatik şərh yazılır ki, sən kimsən çalışına görə. Və yaxud da həmin şəxsin özü yazır ki, sən mənim üzərimdən PR eləmək istəyirsən. Yəni, yeni deyirəm, məncə bu dəqiqə Azərbaycanda PR eləmək istəsən, nə bilim, o havlar mahnısını qoşub, arxa fonda qoyub video səsini daha çox, yəni, PR əldə edir. Tənqid açıq deyilik də bir nəfər, çox qapalıyıq. Açıq deyilik, belə. Lap burada misal üçün yenə deyirəm, mən PR eləmək istəyirəm, misal üçün deyirəm də. Okey, mənim iddiama cavab verir. Elmə müstəvidə. Və mən PR qazanam, çox daha yaxşıdır, misal üçün. Zaten sən əgər həqiqətən düzgün şəkildə təmin edib PR əldə edirəmsə, bu sənin üçün də müsbətdir, izləyici üçün də müsbətdir, lap mənim üçün də müsbətdir, yəni misal üçün deyirəm. Yəni məqsəd bu olmasa belə, olsa belə deyirəm, yəni. Burada misal üçün də burada Orxan Şahbazın nümunə gətirə bilərəm. Burada mənim Orxanla heç bir şəxsi qərəzliyim yoxdur. Sadəcə nümunə olaraq deyirəm. Orxanın çəkdiyi videolar daha çox özü sosial psixologiya adlandırır, amma digərcə daha çox məişət psixologiyası və yaxud da məişət sosiologiyası səviyyəsində danışır. Onun bir videosu qarşıma çıxmışdı keçən dəfə. Təcrübədən danışır və deyir ki, insan həyatda sona qədər hər şeyi təcrübə edə bilməz və deyir ki, bu zamanda iki anlayış ortaya çıxır. Deməli, iki anlayışdan biri də empirizmdir və biri də rasionalizmdir və bunlara bir tərif verir öz aləmində. Deyir ki, empirizm sənin bir hadisəni özünün şəxsən təcrübə eləməkdir. Yəni, belə bu təcrübə sənin həyatında artıq olur, özün təcrübə edirsən. Rasionalizm isə sən başqasından görüb müşahidə edirsən və bu zaman belə deyək, sən bunu təcrübə eləmiş olursan. Halbuki, əgər fəlsəfəni qoyuram bir kənara, ümumiyyətcə, adi bu terminləri az çox eşitmişik də hamımız. Empirizm nədir? Empirizm müşahidə, belə deyək, bizim o 5 duyğu orqanımızla təcrübə etdiyimiz o hadisələr bütünü də belə deyil. Yəni, sən bunu öz üzərində tətbiq elədin, öz üzərində təcrübə etdin və yaxud da tutaq ki, sənin üzərindən müşahidə elədin. Bu ikisi də empirizmdir. Rasionalizm başqasının üzərində müşahidə deyil. Rasionalizm bir hadisəni, fərqi yoxdur, özün görürsən, özlərində görürsən və yaxud da kənardakında görürsən. Bunu ağıl və şüurla dərk etmə prosesidir.
Bir növ belə deyək də, buna mənalandırma, yəni təcrübə olmadan da sən bunu mənalandıra bilirsənsə, bu artıq empirizm olmur. Yəni Rasionalizm. sənin sözünə qüvvət, misal üzərindən gedim ki, başa düşüm, misal üçün belə deyək də, biz bilirik ki, su 100 dərəcədə qızır da, səhv eləmirəmsə. Su 100 dərəcədə qaynayır. Qaynayır, hə. Bunun, məsəl üçün, sən mənə dedin, ya mən bunu müşahidə edirəm, fərqi yoxdur, bu İkisi də empirizm. empirizmdir. Rasionalizm dənə nümunə gətir, başa düşürsün. Bu nümunə vermək olar ki, tutaq ki, riyazi olaraq mükəmməl bir dairə və yaxud da mükəmməl üçbucaq riyazi olaraq təsvir edə bilirik. Amma deyəcək ki, bunun empiristik olaraq biz bunu təcrübə edə bilmirik. Bu yalnızca rasional və şuur olaraq belə deyək, bizim anladığımız və dərk etdiyimiz nümunədir. Və yaxud da misal üçün üçbucaqların o daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunun empirik olaraq heç bir təcrübəsi yoxdur bu arada. Mümkündür. Bu yalnızca çünki kainatın özündə, təbiətin özündə mükəmməl bir üçbucaq yoxdur. Yəni məsələ budur. Bu təcrübə deyilsə, bu empirizm deyilsən, bunu heç yerdə nə özündə, nə də ki belə deyək, kənarda müşahidə edə bilmirsən. Yəni burada sözümü ona gətirirəm. Məsəl üçün, həmin videonun bir dənə şərhlərinə baxın. Həmin videonun şərhlərində tamamilə budur. Əla Orxan bəy çox savadlısınız, nə bilim, səsiniz çox qəşəngdir, səsin artıq nə əlaqəsi var? İnformasiya məsuliyyət məsələsi. Bəli, burada bəli. Ən azından misal üçün, tutaq ki, bu videonu, bilmirəm, Orxan Şapaz görüb hansı reaksiyanı verəcək. Ümidvaram ki, videonun mövzusuna uyğun maarifçi olaraq əslində reaksiya verməsini gözləyirəm. Və yaxud da ümumiyyətlə, əgər düşünürsə ki, PR verəcək bizə, fərqi yoxdur, bizim üçün önəmli deyil. Burada sadəcə nümunə olaraq vermişəm. İstəmədən nümunə vereyim. Məsəl üçün, Vüsal U-Space Channel kanalımız. Vüsal da elmi səpkidə videolar çəkir. Məsəl üçün, Vüsaldan çox dərin analiz burada eləmək mümkün deyil. Biz bir neçə nümunəyə toxunacağıq. Misal üçün, Vüsalın debat məsələsi. Vüsal Ziya Balayev tanıyarsan. Ziya Baliyevlə 2 dəfə debata çıxdı. Tanrı bilinməzmi debatın birinci debat oydu, ikinci əxlaq məsələsi. Və biz, adicə bilməyən insanda görə bilər ki, Vüsalın tamamilə mövzulardan bir xəbər olması yox dərəcəsində də demək olar. Mən izləmişəm debatı, ümumiyyətlə belə deyək. Hətta Ziyanın verdiyi arqumentləri Vüsal ilk dəfə eşidirdi. Bəli, çox absurd. Halbuki bu müzakirə eləyən biri, bu iddiaları ilk dəfə eşitmir. Cavab verib-verməmək artıq işin ikinci tərəfi. Bəli. Üstəlik, mövzu da onun ideologiyasından, aqnostizmin təməl problemlərin, sualların araşdırma insan necə özünü aqnostik adlandıra bilər? Bu özü bir maraqlı sualdır və biz görürük ki, orada darmadağın olur da, arqumentlər, Vüsalın heç bir arqumenti köklü əsaslı deyil. Sonra ikinci bir-iki deyil, inancı da. Bəli, inancı da. Biraz orada problem yaranır. İkinci, əxlaq məsələsində, bu adam öz əxlaq konsepsiyasını əsaslandıra bilmir. Bu da bir absurd. Mən çıxmışam, əxlaq mövzusunu debat edirəm və mən öz konsepsiyamı əsaslandıra bilmirəm. Okey, ola bilər ki, insan bildiyini deyir, onu hiss edir. Amma bilən adamla qarşılaşır və başa düşür ki, bilmir. Bu okeydir. Məqsəd oydu ki, insanı öyrənsin də debatdadır hətta. Amma bir qədər keçəndən sonra Vüsal gedir intervyuya, agnostik bu üzləşməyə. Orada həmin iddiaları səsləndirir. Eyni iddia. Kifayət qədər də vaxt keçmişdi ki, o sualları ən azından bir göz gəzdirib keçəsən də oxuyasan. Eyni iddialar. Bu mənə görə çox qapalı düşüncəliyin göstəricisidir. Hətta mən sənə deyərdim ki, Vüsalda bu fenomen var. Echo chamber deyirlər ingilislər. Ruslarda echo kameradır. Bu, sadə dillə desək, sən elə bir mühitdəsən ki, sənin fikirlərin sən elə bir insanlarla oturursan ki, sənin fikirlərini deyirlər. Sən elə bir sosial şəbəkədə elə bir şeylər izləyirsən ki, sənin fikirlərin əks-səda olur. Digər fikirlərə baxmırsan. Sən dediyin misal ki, araşdıranda əleyhinə və leyhinə baxmaq lazımdır. Sonra Vüsalın, məsəl üçün, belə deyək də, hətta videolarına baxsaq, tutaq ki, ən belə məşhur videoları dinin əleyhinə, Quran əleyhinədir də. Bu adam bir ayəni
əleyhinə danışır, amma ayənin lehinə olan tərəfləri oxunmayıb. Yəni tamamilə qeyri-obyektiv yanaşır məsələyə. Yəni bilmirəm Google-da girir, birinci səhifədən baxır, baxmır, onu bilmirəm. Yəni burada videodan da bilinir ki, araşdırma yoxdur. Yəni sadəcə olaraq, yəni belə deyək, tonla, üz simaları ilə tənqid olunur. Yəni ortada yoxdur bir şey, boşluq var arqumentlərdə. Malı bir indi nə deyəcəm sənə? Mən əxlaq mövzusunda bir uzun bir video çəkmək istəyirdim. Oturdum teksti yazdım, hazırladım. Sonra özüm teksti oxudum və mən düz 6 saat öz tekstimi tənqid elədim. Yəni belə də öz tekstimi tənqid elədim 6 saat və sonda artıq müəyyən bir tekst formalaşdı. Hansı ki, iki teksti yan-yana qoyuram. Birinci yazdığım tekstlə o 6 saat əvvəlki tekstlə. 6 saat sonraki tekst arasında yəni yerlə göyə də fərq var idi. Mənim iddialarım dəyişmişdi tamamilə. Bu çox önəmlidir. Halbuki sən maarifçi deyilsən, həvəskar araşdırmaçısan. Halbuki mən belə yəni həvəskar araşdırmaçıyam. Sadəcə belə deyək də akademik, ciddi səviyyədə deyil də, özüm üçün belə həvəskar oxuduqlarımı Instagram səhifəmdə belə deyək, yəni görmüşəm də herhalda. Hə, Instagram səhifəmdə öz oxuduqlarımı paylaşıram belə deyək və burada da çox önəmlidir. Məncə həvəskar araşdırmaçıyamsa, yəni mən tutaq ki, mənim ixtisasım fəlsəfə deyilsə, mən fəlsəfi bir mənbə və ya fəlsəfi bir iddia ortaya qoyuramsa, mütləq şəkildə bunun müəyyən mənbələr tərəfindən əsaslandırılmasını təqdim etməliyəm. Əks halda bu subyektiv fikirdən o yana keçirir. Belə deyək, o bir ifadə var, deyir o sənin fikirlərin və ya da tutaq ki, Rəşid bəy bir çıxışında demişdi, universitetin diplomu biləcərdən o tərəfə keçmir. Sən əgər argumentasiyanda mənbə yoxdursa, sənin fikirlərin elə biləcərdən o tərəfə keçmir. Bir də bir sənətər burada yenə bir dənə paradoks iddiət yaranır ki, məsələn Vüsalın videolarında görsək, çox yəni din bizi geriyə aparır. Yəni belə deyək, öz intervyusunda da bunu səsləndirmişdi. Halbuki insan özün elə o barbar dindar kimi aparır. Yəni kör-körənə qəbul eləyir çox məsələləri. Yəni dinin əleyhinə olan, Quranın əleyhinə, yəni belə də açıq düşüncə videolarında çox təəssüf görsənmir. Bir də Vüsaldan bir dənə də misal deyim, məncə kifayət edər. Vüsalın bu xana verilişində mistisizm, skeptisizm qarşı durmasında bir dənə iddia səsləndirdi. Vüsal dedi ki, ruhani insanların heç nə eləməyiblər bizim belə deyək də bəşəriyyətin inkişafına görə və bizim bu günə çatmağımızın səbəbkarı, yəni məsəl üçün qeyri inanclara görədir. Deyir, hətta məsəl üçün biz şükür eləməliyik Newtona ki, optikanın təməlini qoyubdu. Yəni bu öz-özlüyündə çox ziddiyyətli və absurd bir iddiadır. Nəyə görə? Birincisi burada bir məsələ var ki, niyə ruhaniyyətlə məşğul olan insan optika ilə məşğul olmalıdır? Yəni biz görürük ki, yəni biz gedib ədəbiyyatçı demirik ki, get məsəl üçün fizika ilə, kimya ilə məşğul ol. Biz yəni hamı öz belə deyək də öz sferasında inkişaf eləməlidir. Burada əslində fəlsəfədə də belə bir türkcə staman adam gedir də, çöp adam səfsətəsi var. Necə? Sən bir ortaya iddia atırsan və deyirsən ki, misal üçün bu sənin iddiandır. Və sən başdan o tənqid eləməyə və deyirsən ki, mən səni tənqid elədim, hazır. Yəni bu iddia artıq hazırdır dedi. Burada Vüsalın iddiası buna oxşadı biraz ki, yəni o ruhanilər, din insanları bir şey kəşf eləməyib, amma adamların belə bir iddiası yoxdur. Mən misal üçün oturub insulini kəşf edəcəm. Yəni adamlar mənəvi hisslərlə, mənəvi necə deyim, insanların mənəvi aləmləri ilə məşğuldur və bunların nəsə bir kəşf eləməyinə ehtiyac yoxdur. Ona qalsa belə deyək də, misal hansısa bir nə bilim, kimə deyim, misal üçün da süpürgəsi və yaxud da təmizlik işlərinə baxan bir insana da sən niyə fizika bilmirsən, deməyə bənzər. Bilinməlidir başqa bir şey, nə mənim misal üçün, bilsə yaxşı olar başqa bir məsələdə. O bilinməlidir, məcburiyyətində deyil. Eyni elə bir ruhanində belə deyək, Newton kimi optikanın kəşf edilməsinə və ya da hansısa bir elmi kəşf edilməyə ehtiyac yoxdur. Bir də maraqlısı da budur ki, Newton özü də dərin inanclı bir şəxs olubdur. Yəni burada da ikinci bir ziddiyyət yaranır. Belə mənə görə burada Vüsalda qapalı düşüncəlik güclü şəkildə yaranıbdır. Echo Chamber-dədir Vüsal və özü deməsə də özün maarifçi kimi aparır, amma yəni biz səndən sadaladıq və maarifçilərin xüsusiyyətləri ilə tamamilə əksdir.
Yəni, məncə sonra idi maarifçi kimi görünən cahilləri izah edə bildikdə ən azından maarifçilər kimdir, maarifçi kimi görünən cahillər kimdir? Bəli. Və eyni zamanda bunların arasında olan bir kütlənin də roluna müəyyən qədər toxunduq. Sonda belə deyim də, Sokratın bizə gözəl bir tövsiyəsi ilə bitirmək istəyərdim bizim bu gözəl dialoqumuzu. Sokrat deyir ki, Hipokrat həmin o bizim gəncimizə ki, məgər bilmirsən ki, bilgi ruha təsir edən bir şeydir. Onda necə olur ki, rastına çıxan hər bilgi satan tacirin arxası ilə qaçırsan? Hər kəsin maariflik adı ilə təklif etdiyi şeyə qəbul etmə. Mənim ümumiyyətlə çox sevdiyim bir söz var. Ağıllılar daim şübhə içindəykən, axmaqlar daim özlərindən əmindirlər. Russellın ifadəsidir, Bertrand Russell. Ümumiyyətlə bu ifadə məncə tam mövzumuza uyğundur. Çünki Tam bu oturur. da bir maarifçinin əslində özündən şübhə etməyə lazımdır daima ki, çünki sən demişdə öz missiyalarını, öz işlərini ciddiyə almalıdır bu insanlar ki, bəlkə mənim tanışlıqlarım xətalıdır. Onun üçün daima şübhə içində olmalıdır öz dediklərindən və çatdırdıqlarından.